təbii ki, başlayır o da həmin yolun yolcusu ola bilər. Ona görə də demək istədiyim odur ki, söz yox. İndi elə adamların yanına, elə dırnaqarası psixoloqların yanına elə o yolun yolçuları, davam eləyənlər də gedir. Amma ürəyində o yolun yolçusu olmayan insanlar ayaq-sayıq olmalıdırlar ki, o səslənən, belə deyim, ifadələrə, sözlərə aldanmasınlar. Ona görə ki, bilirsiniz, həyat təqdim olunan qədər də bəsit, primitiv deyil. Ki, bugün sən qalxdın, üsyan elədin, ailəni də dağıtdın, valideynindən imtina elədin, yoldaşından, evladından imtina elədin və gedib səni kraliçə həyatı gözləyir deyilən bir şey yoxdur. Normal insan bilməlidir ki, hər bir şey müəyyən bir zəhmətin müqabilində araya, ərsəyə gəlir də. Yəni, heç bir yerdə o rahatlıq yoxdur və kimsə sizə onu təqdim edirsə ki, kişilərə üsyan elə, valideynə üsyan elə, nə bilim kimə üsyan elə, bugünkü gün elə yeniyetmələrin evdən qaçmağı, yeniyetmələrin pis yolların qurbanı olmağı məhz həmin o çağırışların nəticəsidir də.